9 tam %3 vurulsun 10 üstü 23 sayıda atom olan CO2 gazı ilə reaksiyaya maksimum neçə qram natrium OH daxil olar? Mr CO2 bərabərdir 44, Mr natrium OH bərabərdir 40. 9 tam %3 vurulsun 10 üstü 23 sayıda atom bu eləyir 1,5 mol. Yəni bunu tapmaq üçün biz 9 tam %3 vurulsun 10 üstü 23'ü bölürük 6 tam %2 vurulsun 10 üstü 23'e. Bu eləyir 1,5 mol atom. Göründüyü kimi CO2 molekulun 1 molunda 3 mol atom var. Bir dənə C və 2 dənə də oksigen. Deməli, onda 1,5 mol olacaq karbon gazının yarım molunda. 1,5 mol atom olacaq. Karbon gazı natrium hidroksidə 2 cür reaksiya daxil olur. Bir, CO2 1 mol CO2 1 mol natrium OH-la, bir də var 1 mol CO2 2 mol natrium OH-la. Burada maksimum miqdar soruşulduğu üçün deməli 2 mol reaksiya daxil olmalıdır. Nəticədə alınır natrium karbonat, natrium 2 CO3 plus su. İndi biz tənasüblə məsələni həll eləyək. Karbon gazı 1,5 karbon gazı 0,5 moldur. 0,5 mol. Natrium hidroksid isə onunla reaksiya daxil natrium hidroksid x qram. Bilmirik. Dənəyə görə karbon gazı 1 moldur. Natrium hidroksid isə molar kütləsi 40 olduğu üçün burada 2 natrium hidroksid var. Olur 2 vurulsun 40. Onda biz bu tənasübü həll eləsək alarıq x bərabərdir 40 qram. Deməli cavab oldu 40 qram.